Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ve sellim ve barik ala abdike ve rasulike Muhammed ve ala alihi ve sahbihi ecma'in emme ba'd. İbn-i Qeym rahimehullah öz Mədaricü Səlikin kitabında görün nə deyir? Buyurur ki: "Və la yusi'u zanne bi nefsihi illa men arafaha." Nəfsi üçün, yəni özü üçün, yəni özünü hansı nəfs qınıyar, pisləyər? O nəfs ki, özünü tanıyır. Fikir verin. Yəni özünü tanıyan, nəfsindən xəbəri olan ancaq o özü haqqında pis zənn edər. Yəni pis zənn hansı nəfs edir? O nəfs sahibi ki, özünü tanıyır. Diqqətlə fikir verin. Subhanallah, yəni bu kəlmələr elə belə kəlmə deyil. Yəni bunun mahiyyətinə varıb düşünmək lazımdır haqqında. Yəni İbn Qeym buyurur ki, o nəfs özünü pisləyər ki, yəni özü haqqında pis zənn edər ki, o nəfs ki, özünü tanıyır. وَمَنْ أَحْسَنَ ظَنَّهُ بِنَفْسِهِ فَهُوَ مِنْ أَجْهَلِ النَّاسِ بِنَفْسِهِ. Kim özü üçün, öz nəfsini haqqında gözəl zəndə olarsa, yəni zənnini, nəfsinə zənnini gözəlləşdirib, o deyir, ən cahil insandır öz nəfsi haqqında. Yəni, öz nəfsi haqqında ən cahil olan insan öz nəfsi haqqında husn zənn edəndir. Subhanallah. Sonra İbn Qeym buyurur ki: "Və əmmə təmyizin ni'məti minəl fitnə." O ki qaldı. Burada artıq görün hansı məsələni danışır. Fitnə ilə neməti fərqləndirmək. Yəni necə bilə bilərəm ki, mənim üzərimdə olanlar mənə fitnədir, yoxsa neymətdir? Yəni bunu fərqləndirmək necə olur? Diqqətlə qulaq asın. "Fəlyufarriq beynə ni'mətilləti yura bihəl ihsanu vəl lutfu və yu'anu bihə alə təhsili səadətihil əbədiyyə." Əgər sənin üzərində olan neymətlər sənə əbədi həyata çatmağa, yəni axirətə çatmağa yardım edirsə, o artıq sənin üçün neymətdir üzərində olanlar. Yəni, başqa cür ifadə edim, öz ifadələrimlə, hətta aydın olsun. Yəni, İbn Qeym demək istəyir ki, sənin üzərində olan neymət var ha. O neymət səni Allaha ibadət etmək üçün sənə yardım edirsə, yəni neymət də kömək edir sənə. Kömək edir sənə. Axirət həyatını səadətə çatmaq üçün sənə o neymət kömək edir, yardım edir. O neymət də sənin üçün. Yox, əgər və beynə ni'mətilləti yura bihəl istidrac. O neymət, bəzən insanın üzərində olan neymət onun üzərində istidrac kimi görsənir. Yəni o neymət onu həlaka aparır. İstidrac yəni həlaka aparır. Allah verir, amma həlaka doğru gedirsən. Fəkəm min mustadracin bin ni'əm və huvə la yeş'ur. Nə qədər deyir, neymətlər üzərində olub onun üçün istidrac olanlar var, özü bunu hiss eləmir. Yəni, nə qədər üzərində neymət olanlar var, bu onlar üçün istidracdır, lakin bunu hiss eləmir. Məftunun bisənəil cühəl aleyhi. Allanıb, məftundur, cahillərin onu səna etməsinə. Misal üçün, yəni, izah edeyim, neymətlər var sənin üzərində, böyük neymətlər, mini, şan şöhrət, cəhcəlal, yəni bu kimi evin, villan və s. neymətlər. Və cahil insanlar səna edir səni. Sən belə insansan, sən nə varlısan, səna edirlər cahillər. Və bu səna, yəni tərif, alladıb səni, məftun eləyib. Və elə bilib ki, yəni bu allanma səni unutdurub, sən unutmusan. Yəni cahillərin bu sənasına, tərifinə məftun olmusan. Aydındır? Məğrurun bi qadailləhi həvaicəhu və satrihi aleyhi. Həmçinin məğrur aldanmısan Allahın sənin ehtiyaclarını ödəməsinə və sənə ötməsinə, günahlarını ötməsinə aldanmısan. Nə qədər deyir, belə insanlar var. Yəni Allah Teala sənin ehtiyaclarını ödəyir, yoxdur həyatda ehtiyacın. Nə istəyirsən, yəni ehtiyacın qalmayıb, hamısını Allah Teala ödəyib. Yəni kömək olub sənə və günahları da örtüb və sən buna aldanmısan. Nə qədər İbn Qeym deyir ki, belə insanlar var həyatda. Aydındır? Ona görə təmyiz
fərqləndirmə nə olmalıdır? Yəni nemət, o nemət ki səni Allaha ibadət etməyə yardım etmir. O artıq sənin üzərində nemət deyil. Bəladır sənin üzərində. Nemət kimi zahirdə, yəni zahirdə nemət kimi görsənsə də, həqiqətdə isə başqa şeydir. Bəladır. Aydındır və bu məsələ çox mühümdür. Yəni insan buna diqqət etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.